Herkese salam. Bugün reabilitasiya nöqtəsinin pediatrik reabilitasiya mövzusundakı sualı belədir. Zərərsiz kimi görünən W oturuş həqiqətən zərərsizdir, yoxsa uşaqlarda uzun müddətdə problemlərə səbəb ola bilər? Əslində W oturuş, yəni uşağın dizləri bükülü, ayaqları isə iki yana açıq şəkildə W formasında oturması erkən yaşlarda tez-tez müşahidə olunan bir oturuş pozisiyasıdır. Bu pozisiya qısa müddətdə uşağa stabil və rahat görünə bilər. Çünki bu vəziyyətdə uşaq geniş dayaq sahəsi əldə edir və balansı saxlamaq üçün əlavə əzələ aktivliyinə çox da ehtiyac duymur. Amma məhz bu rahatlıq uzun müddətdə müəyyən biomexanik və funksional problemlərə gətirib çıxara bilər. Birincisi, bu pozisiya bud çanaq oynağında daxili rotasiyanı, yəni internal rotasiyanı artırır və zamanla bu vəziyyət vərdiş halını ala bilir. Bu da aşağı ətrafın biomexanikasına təsir edərək yerimə zamanı ayağın içə basması ilə nəticələnə bilər. İkincisi isə W oturuş zamanı gövdə əzələlərinin, xüsusilə isə kor stabilizatorlarının aktivliyi azalır. Uşaq aktiv şəkildə balans saxlamaq əvəzinə pasiv stabilitetə güvənir. Bu isə uzun müddətdə postural kontrolun zəifləməsinə səbəb ola bilər. Eyni zamanda bu oturuş forması diz və bud çanaq oynaqlarında qeyri-fizioloji yüklənmə yarada bilər. Xüsusilə liqament laksitesi, yəni bağların boşluğu olan uşaqlarda bu vəziyyət daha da nəzərə çarpır və ortopedik problemlərə zəmin yarada bilər. Digər vacib məqam isə odur ki, bu pozisiya uşağın rotasiya hərəkətlərini məhdudlaşdırır. Yəni, uşaq gövdəsini sərbəst şəkildə döndərmək, uzanmaq və yaxud da funksional hərəkətlər etməkdə daha az aktiv olur. Bu da ümumi motor inkişafına mənfi təsir göstərə bilər. Bəs nə zaman narahat olmalıyıq? Əgər uşaq davamlı olaraq yalnız W pozisiyasında oturursa, alternativ oturuşlara keçməkdə çətinlik çəkirsə və ya ümumiyyətlə digər pozisiyaları seçmirsə, bu artıq qiymətləndirilməli bir vəziyyətdir. Belə hallarda valideynlər uşağı daha aktiv oturuşlara yönləndirilməlidir. Məsələn, ayaqlar öndə uzadılmış bir şəkildə və yaxud da yan oturuş və ya diz üstə oturuş kimi alternativ oturuşlar seçilməlidir. Əgər əlavə olaraq yerimədə dəyişiklik, tez yorulma və ya koordinasiya problemləri müşahidə olunursa, mütləq fizioterapevt qiymətləndirilməsi tövsiyə olunur. Unutmayaq ki, hər bir vərdiş erkən mərhələdə düzgün yönləndirildikdə, gələcəkdə də yarana biləcək problemlərin qarşısını almaq mümkündür.